Deməli sizə dünən başıma gələn maraqlı bir hadisə danışım. Gürcüstan nömrəsi ilə, yəni 995 514 268 681, 995 592 237 114, 995 593 723 770 nömrələrindən dünən mənə zəng olunmuşdur. Gördüm ki, Gürcüstan nömrəsidir, açmadım. Lakin o qədər çox zəng elədilər ki, açmaq məcburiyyətində qaldım ki, bu kimdir? Mənə telefonu açanda mədəni bir oğlan bildirdi ki, bəs Kapital Bankın kiber təhlükəsizlik idarəsindən zəng etmişdir. Mənə xəbərdarlıq etdi ki, sizin telefonunuzda olan bir banka başqa telefondan, başqa mobil nömrə ilə daxil olma baş verib. Yəni kiber təhlükəsizlik idarəsinə məlumat daxil olub ki, mənim bir bankıma başqa bir telefondan giriş edilib və onlar da məhz bununla bağlı mənə zəng ediblər. Nəsə dedim, 1-2 dəqiqə gözləyin, hesabıma baxıb geri dönüş edirəm. Hesabıma baxdım və hesabımda gördüm ki, hər hansı bir dəyişiklik yoxdur. Yenidən özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən şəxs mənə zəng etdi və məndən soruşdu ki, hər şey qaydasındadırmı? Mən də dedim ki, bəli, hər şey qaydasındadır, heç bir problem yoxdur. Mənə nə desə yaxşıdır? Müəllim, zəhmət olmasa deyə bilərsinizmi ki, sizin hesabınızda nə qədər məbləğ var hal-hazırda? Mən də dedim ki, başa düşmədim. Bu sizin nəyinizə lazımdır? Bank əməkdaşı nə vaxtdan vətəndaşın bank hesabındakı pulun məbləğini soruşur. Qayıdıb dedi ki, yox müəllim, biz bunları qeydə almalıyıq. Sonra başqa bir suala keçdi ki, müəllim, siz rus, türk, ingilis dilində təmiz danışa bilirsinizmi? Burada əvvəllər qeyd aparılıb vardı. Dedim ki, bu bank əməkdaşının nəyinə lazımdır axı? Dedim, sizə nə dəxli var? Siz bank əməkdaşısınız ya, nəsiz? Əslində onların dələduz olduğunu mən artıq Gürcüstan nömrəsindən mənə zəng gələrkən başa düşmüşdüm. Sadəcə olaraq onların mənim haqqımda nə qədər məlumata sahib olduqlarını öyrənmək üçün müəyyən müddət, yəni danışığı uzatdım. Nəysə, ondan sonra danışmadım, dəstəyi astım. Yəni belə dələduzluqlara aldanıb kart məlumatlarınızı başqasına ötürməyin. Yəni onlar hər kəsə qarşı bu phishingi edirlər. Yəni qarmağı atırlar, kim düşdü tora düşdü. Birincisi